Her vaxtınız xeyir gözəl insanlar. Bu da gördüğünüz kırmızı çinardır. Görürsünüz yarpaqlarını. Bunlar normal kırmızı çinarlardır. Bu yanından çıxan da hemen kırmızı çinarın belə deyək də cırıdır. Calaqaltısının aşağısıdır. Sadəcə yarpaqları xoşuma gəldiyinə görə, yəni ona görə belə deyək də kəsib tullamaq istəmirəm. Bu calaq üstüdür, bu calaq altıdır. Yani adamın heyfi gəlir ki, bu ağacın belə deyək, gözəlliyini pozmur. Yəni həm calaqaltı gözəldir, həm calaqüstü gözəldir. Bu getkidə günəş altında qıpqırmızı qızarır. Və görürsünüz alt forması da açıq qırmızıdır. Amma calaqaltısı üzəri yaşıllıdır, arxası parlaqdır. Maraqlı bir ağac növüdür, fərqli bir ağac növüdür. Kim üçün maraqlı olsa, ünvana buyurub əldə edə bilər. Gördüyünüz yarpaqlarına gözəlliklədir. Bu getkidə böyüyəcəkdir. Normal xan çinarı kimi, eyni xan çinarının sadəcə qırmızı variantıdır.